Beynəlxalq Valyuta Fondunun 2026-cı ilin aprelində dərc etdiyi World Economic Outlook hesabatında qlobal iqtisadi artım proqnozunu 0,3% bəndi azaldıb. Eləcə də neft ixrac edən ölkələr üzrə iqtisadi artım proqnozunun 2,6% bəndi azaltması dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin və risk amillərinin artdığını bir daha təsdiqləyir. Qlobal bazarlardakı bu qeyri-sabitlik fonunda Azərbaycan iqtisadiyyatına da müəyyən statistik dəyişikliklər qaçılmaz olub. Mövcud qlobal çağırışlar fonunda enerji bazarlarında müşahidə olunan kəskin qiymət volatilliyi və geoqtisadi gərginliklər beynəlxalq iqtisadi mühitə təsirsiz ötüşməyib. Dünya bazarlarındakı bu çalxalanmalar daxili göstəricilərdə də özünü biruzə verib. Beynəlxalq Valyuta Fondunun World Economic Outlook hesabatına görə qlobal iqtisadi qeyri-müəyyənliklərin və enerji bazarlarında dalğalanmaların gücləndiyi şəraitdə Azərbaycan iqtisadiyyatında 2026-cı ilin birinci rübü ümumi daxili məhsulda 0,3% azalma qeydə alınıb. Azalma əsasən neft hasilatının 3,4% enməsi və enerji bazarlarında qiymət dəyişikliyi ilə əlaqələndirilir. İqtisadçıların fikrincə, ölkə iqtisadiyyatının təxminən 1/3-ni formalaşdıran neft-qaz sektorundakı bu geriləmə ümumi artım tempini mənfi zonaya çəkən əsas amildir. Ayrıca olaraq, böyük qayıdış layihəsi üzrə təmin olunan 19%-ə nisbətdə tikinti məsrəfləri üzrə verilən güzəştlər zəminində endirimlər həmən tikinti sektorunun dayanıqlı və davamlı şəkildə inkişaf etməsinə səbəb olmuş olur. Tikinti sektoru üzrə və böyük qayıdış layihəsi üzrə investisiyanın axını və sabit şəkildə davamlı olaraq təmin olunması buna əlavə olaraq bir göstəricidir.